Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Kur'an okunduqdan sonra xətm duasının edilməsi. Bu dinimizə görə nə qədər doğrudur? Değerli dinləyicilər, təbiidir ki, Kur'an yeryüzünün en mübarək kitabıdır ve Rahman ve Rahim olan Allah tərəfindən indirilmiştir. İçindeki bütün hərflərin Allah'tan nazil olduğuna iman etmişik ve ona heç bir şək, şübhə yoxdur. Allah'ın kitabıdır. Okunuşunun fəziləti var. Hətta başa düşməsən belə, yəni başa düşməyən birisi Kur'an okuyursa, Allah'ın Resulü sallallahu aleyhi ve sellem her bir hərfinə göre 10 savab kazanır demişti. Daha orada anlayan anlamayandan söhbət getmir. Ama birisi hem okuyur hem anlayırsa, o zaman onu Allah'ın Resulü sallallahu aleyhi ve sellem vəhyi gətirən mələklərə bənzətmişdi. Kur'an'ı mahir okuyan odur da, hem təcvid kanunlarıyla okuyur, hem de onun mənasını anlayır. Onlar isə deyir, vəhyi gətirən mələklər kimidir. Bəli, bax, bəzi insanlar mənasını bilmirsən, oxuma, onların hamısının incələdikdə kökü gedir çatır deistlərə, ateistlərə və yaxud da ki, İslamın içindəki ateistlər olan Qur'anilərə. Yəni, özlərinin anlamadığı bir mövzudur. Kur'an mübarək kitabdır. Okunuşu fəzilətdir. Harada okunur, orada nur saçır. Şeytan qaçır. Şər qüvvələr təmizlənir. Ona görə evlərimizdə Kur'an okuyub səsini uzaltmaq lazımdır ki, evimizi və canımızı şər qüvvədən təmizləyək. Bəli, təəssüflər olsun ki, Kur'an mövzusunda da bir qrup insanlar hədlərini aşmış və bəzi bidətləri dinə gətirmişdirlər. Onlardan biri de bizim bugün gördüğümüz, bildiğimiz Kur'an tapşırmalarıdır. Ona deyirlər xətmül Kur'an. Xətm sözü sonlanmaq, bitmək deməkdir. Xətmül Kur'an, yəni Kur'an bitdi. Bəli, bax, Kur'an bitəndən sonra nə etmək lazımdır? Bax, burada bəzi düzgün, bəzi yanlış addımlar vardı. Düzgünü nədir? Əvvələn Kur'an'ı oxudun, tamamilə Kur'an bitdisə, tamamdır, Kur'an bitmiştir. Allah'ın Resulü sallallahu aleyhi ve sellem'dən bir ədəd olsun belə hədis gəlməmişdir ki, Kur'an okuyandan sonra yığılın, zikr edin, dua edin, Kur'an'ı tapşırın. Hele şeyler gelmemiştir Allah'ın Resulü'nden. O belə şey etmeyip. Amma Kur'an okunandan sonra Kur'an ibadet növlərindən biridir deyə, axı Kur'an okumaq ibadətdir. Sen oturdun Kur'an okuyursansa sen zikir edirsən. Allah'ı zikir edirsən. Ne kadar okusan son saniyesine kadar. Bu da ibadet növündən olduğuna görə, necə ki namaz qılıb dua edirik, necə ki qurban kəsəndə də qurban kəsəndən sonra dua edirik ki, Allahım qurbanımı qəbul et, dualarımı həyata keçirt, belə bir arzular Allah'la danışırıq, həc edəndə, umrə edəndə, bütün ibadətlərin ardında dua var. O cümlədən Kur'an da bitəndən sonra dua edebilirsen. Bəli, dua edirsən. Kur'an bitti, dua edirsən. Hatta bunu Allah'ın Resulü tövsiye etmiştir. Dua etmeyi ha.
Qur'anı xətm etmək, onun üçün Allahın Rəsulundan hansıysa bir dua varid olub, xeyr, əsla. Heç bir dua gəlməyib Allahın Rəsulundan. Amma demişdi, İmran bin Hüseyin radiyallahu anhunun rəvayət etdiyi bir hədisdə Resulullah buyurur ki sallallahu aleyhi ve sellem İqra'ul Kur'an ve sallullaha bihi qabla en ya'ti kavmun yaqra'unal Kur'an feyes'alun bihin nas. Ey insanlar! Kur'an'ı okuyun ve onu okuduktan sonra Allah'tan bir şeyler isteyin. Yani dua et. Kur'an okumuşsansa dua et. Bak Kur'an'ın hele hökmən diyor xətm olsun ha. Hele Kur'an okuyurdun, 3-5 varaq okudun, sakladın, bitirdin, dua elə. Ey Rabbim, senin kitabını okudum, mübarek kitabını. Allah'ım beni ucalt. Qiymətimi artır, dəyərimi artır, imanımı artır, günahlarımı bağışla, ailəmi, övladımı, xalqımı, nə istəyirsən dua et. Çünkü yeridir. Və gör nə deyir Allahın Resulü, çox maraqlıdır. Deyir, Kur'an'ı okudunuz, sonra dua edin. O vaxtdan qabağı ki, nə qədər ki, Kur'an'ı okuyub, daha doğrusu Kur'an'ı okuyub Allah'tan isteyin. Nə qədər ki, bir grup yaranmayıb ki, Kur'an'ı okuyub xalqdan istəsinlər. Kur'an'ı okuyub xalqdan istəyənlər yetişməmiş, siz Kur'an'ı okuyun, Allah'tan isteyin. Deməli, Resulullah bildirmişdir ki, bir zaman gələcək, Kur'an'ı okuyub insanlardan pul alacaqlar. Bax, onlar zavallılardır. Bunu Allahın Resulü demeyib, ha, onlar zavallılardır. Yani öz sözümü deyirəm. Ki, yani zavallıdır. Yani ne Kur'an okumusan ki sen? Sen Kur'an'ı ne başa düştün ki Allah'ın kelamını satırsan? Bu icazəlidir ha. Yani bəziləri deyiblər icazəlidir. Yani biri okuyur, sen için okuyur, sen de kulak asırsan, xoşun gəlir ve ona pul verirsənsə, deyirlər haram değil. Bəziləri deyib. O görüşü biz dəstəkləmirik. Çünkü bu kitap sözleri satılmağa gəlməmişdi. Bu kitap oxunub sözlərindən heyrətə gəlmək lazımdır. Dəhşətə gəlmək lazımdır sözlərindən. Yoxsa pul verir. Onu okuyan bunu anlamayıbsa sənə nə anladacaq? O anlasaydı pul almazdı. Deməli, Resulullah bize bildirir ki, Kur'an'ı okuyup dua edin. Bəli, bu vardır. Kur'an'ı okudun, dua ettim. Necə ki, sahabelerden de bunu etmiştirler. Enes radıyallahu anhu etmiştir. Kur'an okuyandan sonra övladlarını başına yığıb, zövcəsini və övladlarını yığıb başına demişdi. Kur'an'ı qurtardım, dua eləyirəm, siz de amin deyin. Bax belə. Öz ailə çərçivəsində, özü də sahabə edib, ha, Allahın Resulü belə şey etməmişdi. Sahabə edibsə, bizə ibrətdir. Biz sahabədən ibrət alırıq. Onların addımlarını seçirik, götürə bilərik. Bu şəkildə Kur'an'ı okudun, bitirdinsə, ovuclarını açırsan, Allah'a dua edirsən. Allah'ım, kitabını mənə anlat. Bu kitabını növbəti dəfə daha gözəl oxuyum. Məndən bunu qəbul elə. Günahlarımı bağışla. Qiyamət günü bu kitabı nur elə mənim üçün. Bax, belə dualar elə. Bu icazəli şəkli idi. Bir de vardır insanların bugün daha çok məşhur olmuş variantı. Kur'an okuyandan sonra Kur'an'ı okuyana bir pul vermişdin ayrı, bir de deyir, gəlib tapşıraram sizdə. Vəssalam, deməli yeməyə bir obyekt də düzəldir özü üçün. Özə tapşırmağa sizə gələcək. Çünkü öz evində yemək ona verilməyəcək axı. Ona lazımdır ki, qonaq getsin. Bəli, deməli özünə bir yemək yeri də düzəldir və sonra orada bəzi sözlər, dualar düzəldib, sağını, solunu bəziyir və yenə də o məclisdən gedəndə bir şeylər səndən qopardır. Bu variantı isə bidətdir, Allahın Resulunun etmədiyi işdir
Bunu edənlər bidət əməl edirlər. Bunu etməyin dəyərli insanlar. Quran oxumusansa, elə özün, sənin Rəbbin sənin dilini bilmir. Bir də sən öz Rəbbindən istəyə bilmirsən, başqalarını çağırırsan. Sənin Rəbbin üçün, Rəbbindən istəsin sənin üçün. Öz duanı elə də. Quran oxumusan, əllərini aç, Allaha dua elə. Yalvar Allaha. Necə özün üçün yalvarırdın? Həmən şeydir. Niyə biz bunları dindarlara veririk ki, sonra da dindarlar başımızın üstündə otururlar? Deyir ki, sən bacarmısan, mən bacarıram, bunu ver, onu ver. Və öz bildiklərini də orada, bidətlərini də yayırlar orada. Rasulullah buyurmuşdur ki, mən əhdəsə fi əmrinə həzə, mə leysə minhu fəhuvə raddun. Kim bizim görmədiyimiz bir işi görərsə, o iş ondan rədd olunmuşdur. Resulullah'ın ettiği iş değil. Resulullah'ın dediği dua idi. Bəli, dua. Yani herkesin edebileceği. Herkesin edebileceği dua. Ve özü de hemen hadiste demişti, ne kadar ki Kur'an'ı okuyup insanlardan pul alanlar gelmeyip, siz Kur'an'ı okuyun, Allah'tan bir şeyler isteyin. Ona göre de değerli insanlar, Kur'an okuyup okudıktan sonra Kur'an'ın xətmi bazı kitabların, yani bazı Kur'anların arkasında da yazılır. Onun zərəri yoxdur. Ve hele götür onu oku. Kur'an bitenden sonra eğer arkasında bir səhifəlik bir dua varsa, o dua ne Allah'ın Resulündən gelir, ne sahabelerden gelir, ne de ki 4 mezhep imamlarından. Heç birindən o dualar gelmir. O duaları çok sonradan insanlar toplayıblar, yaxşı dualardır. Gözəl sözler var orada. Yani oxumağın qəbahəti yoxdur. Amma belə, özün oxu. Kimisə çağırmaq, məclis qurmaq, burada xətm olunacaq. Hələ bu azmış kimi, burada bəzi yanlışlar da var. Bu Qur'anı kiməsə həvalə eləyirlər. Bunu xətm edirlər kiminsə adına. Elə şey yoxdur. Elə şey yoxdur. Qur'anı kiminsə adına xətm eləyirlər. Qur'anı kim oxuyub, savab onundur. İndi bəziləri deyib, oxuyan adamın özü, yani özü oxuyan abi, kiməsə oxutduran yox. İbn Teymiyyə belə demişdi. Kim Qur'anı oxuyubsa və sonra Allaha deyə bilər ki, ey Rəbbim, sənin kitabını oxudum, mənə bundan nə savab vermisənsə, onu atama verdim, anama verdim. Bunu da İbn Teymiyyə deyib, racih görüş değil. İbn Teymiyyənin görüşüdür. O görüşü, misal üçün, biz dəstəkləmirik. Kimsə ola bilər dəstəkləsin, problem değil. Yani o görüş Allah'ın Resulündən gəlməmişdir bizə. Amma ki, haradaysa bir məntiq var. Yani savabım varsa verdim onu kiməsə. Amma gedib qəbr üstə Yasin oxutturmaq atam üçün və yaxud da ki, Ramazan ayında Kur'an oxutturmaq üçün pul verir ki, atam üçün Kur'an oxu, onların heç biri heç kəsə çatmır. Çünkü bu usul yoxdur. Orada hətta İbn Teymiyyənin dediği insanın öz əməlinin hədiyyəsini hədiyyə edə bilər. Öz əməlini. Yoxsa burada başqası oxuyub, o oxuyan kim üçün oxudu bunu? Oxuyan oxuyubsa başa düşüb özü üçün. Kur'an bizə ahirət yolunu göstərir. Dünyadakı ibadət qaydalarını göstərir. Bunun ölüyə nə hədiyyə edəcəksən? Orada deyilir ki, zina etmə haramdır. Bunu hədiyyə edirsən ölüyə. Orada deyilir, riba alma, riba haramdır. Riba alma haramdır. Bu sözü hədiyyə edirsən ölüyə. Yani bunun əlaqəsi yoxdur. O oxuyubsa bu sözləri oxuyub. Sən oxusan özün, oxuduğuna görə hər bir hərfə 10 savab ki yazılır, onu hədiyyə etmək istəyirsənsə, bəlkə bu da olar. O da ki, bəlkə, heç dəlilimiz yoxdur, heç biz onu dəstəkləmirik də. Yəni, deyənlər də onu demişdirlər. Ona görə ən doğru olanı nədir? Hər kəs özü oxuyur və oxuduqdan sonra əllərini açıb Rəbbinə dua etsin. Bax, bu vardır. Amma bunu xüsusiləşdirmək, məclis qurmaq və yaxud da ki, bunu hədiyyə etmək, ötürmək kiməsə, atam üçün Quran oxutdurdum. Elə şey yoxdur. Heç bir sahabə tabiin elə şey etməyib, atasına, babasına Quran oxutdurmayıb.
Yəni bunların hamısı dindarların, dırnaqarası dindarların ortaya gətirdiyi bidətlərdir ki, onlar bunu pul tələsi olaraq özləri üçün şərait yaratmışdılar. Yəni sizi aldadırlar dəyərli insanlar. Özün oxu, zəhmət çək, mübarizə apar, aylar çəkməyəcək, öyrənəcəksən. Özün oxu və özün mükafat al. Hələ sən Qur'anı oxusan, qiyamət günü sənə verilən mükafatlara görə sənin atan da, anan da səndən pay alacaq. Narahat olma, onun üçün burada Qur'anları ora göndərmək lazım deyil. Sən gözəl şəkildə Qur'anı öyrən, bitirdikdən sonra əllərini aç, hələ ölənlərin üçün dua eylə. İnan ki, sən Qur'anı oxuyub sonra etdiyin dua, evinə çağırdığın o molladan milyon dəfə artıqdır. Bəlkə də sonsuz qədər artıqdır. Çünki o şarlatandır, o sənin evinə pul üçün gəlib. Sən isə səmimi dua edirsən, sənin duan ixlaslıdır, təmiz. Atansın, övladınsın, dua edirsən, sevə-sevə. O isə sənin cibini güdür. Haçan məclis qutarar, bundan 100 manatımı alaram deyib evinə getməyi fikirləşir. Sənin atan haqqında heç o yuxuda belə görmür atanı, heç düşünmür belə. Nə edir sənin ata bu? Öz dərdi azdır ona, öz dərdini çəkir. Deməli, aldanmayaq, öz işimizi özümüz görək, özümüz oxuyaq, özümüz dua edək. Selamun aleykum və rəhmətullahi və bərəkatuhu.